Salam əziz Sport 1 izləyiciləri. Dünya çempionatı özəl verişi efirdədir. Həmişəki kimi mən Elçin Sultanlı hər birinizi salamlayıram. Bugün də xüsusi bir qonağım var. PFL-in yarışların təşkili və qeydiyyatı şöbəsinin baş mütəxəssisi Elvin Yaqubov. Elvin bəy, xoş gəlmisiniz. Xoş gününüz olsun. Dəvətə görə təşəkkür edirəm. Buyurun, borcumuzdur. Hamıya verdiyim xüsusi bir sual var. Səmimi etiraf eləmək lazımdır burada. Bütün oyunlara baxırsanmı? Yox, fiziki olaraq mümkün də olan bir şey deyil o. Mənim olduğu kimi işimiz də var. PFL olaraq yeni mövsümə hazırlaşırıq. O səbəbdən də səhər 6-da, 7-də və ya 8-də olan oyunlara baxmaq fiziki olaraq mümkün deyil. Və ya oyunlara baxırsansa, gecə 11-də və ya səhərə doğru 2-də, 3-də oyunlara baxmaq mümkün deyil. Amma çalışıram oyunların icmalı da olsa, yəni tam izləyim, diqqətdən kənar hissə qalmasın. Amma ümumi götürsək 90% yaxın oyunların hamısını canlı baxmışam. 48 komandalı dünya çempionatını izləmək, yoxsa 3 liqanın yarışlarını təşkil etmək? Təbii ki, futbol həzzi baxımından futbola baxmaq, xüsusilə dünya çempionatına 4 illiyin ən böyük turniridir. Daha adama xoş gəlir. Amma bizim də işimizin öz gözəlliyi var. Yəni bir iş üzərində əziyyət çəkilsənsə, onun meyvəsini dərəndə o adama daha ləzzət eləyir. Yəni hərəsinin öz yeri var, belə deyək. Eləsə oyunlarımız çoxdur. Dünən 6 oyun keçirildi 3 qrupda və maraqlı nəticələr qeydə alındı. Başlayaq ilk oyundan. İsveç Kanadanı 2-1 hesabı ilə məğlub etdi. Mənə görə biraz gözlənilməz nəticə aldı. Düzdür, İsveç Avropanın orta bablarının biraz üst səviyyəsində, daha yaxşı səviyyədə bir komandadır. Amma Kanadanın da doğma meydanda, yəni İsveç nəticəni təmin ediblər. Onlar qrupu çıxıblar, bəlkə də biraz yormadılar. Oyunçularından biri zədəliyi də ayağı qırıldı. Bu amillər də var. Oyuncuların qorunmaq istədi baş məşqçilər. Amma İsveç qalib gələrək qrup lideri olaraq qrupdan çıxdı. Oyun haqqında fikirləri. İlk öncə onu vurğulayım ki, İsveç qrupun aşağı favoritidir məncə. Birinci oyunda Qətər oyunda o 1-1 hesabı qeydə alındı. O çox təsadüf olan bir nəticə idi. Yəni Qətərin 90+5-ci dəqiqədə İsveçin belə deyək, rahatlığından istifadə edərək yaratdığı hücum və qol nəticədə İsveçin planlaşdırmadığı, heç kim gözləmədiyi heçəyə gətirib çıxardı. Amma ümumi götürsə, dediyim kimi İsveç qrupun favoriti idi. Yəni Avropanın güclü orta bablarındandır. Ona görə də Kanada ev sahibi olsa belə mən İsveçini daha favorit saydım. O qrupda belə deyək, komandanın sıralaması sırf əvvəldən düşündüyüm kimi oldu. Yəni mənim üçün gözlənilməz heç bir şey olmadı o qrupda. Bu qrupda ilk 2 pillədə İsveç və Kanada çıxdı. Bu komandalardan hər hansısa birinin irəliləmə şansı nə qədərdir sizcə? Məsələn, ya İsveç və yaxud da ya Kanada ən az bir 4-də 1 final görə bilərlərmi? Yoxsa 8-də 1 finala qədər bütün məsələlər həll olunacaq? Bu dəqiqə ona konkret cavab vermək çətindir. Çünki play-offda bildiyiniz kimi play-off bir oyuna ibarətdir. Və play-offda düşəcək rəqib, həmin onun rəqibin hazırlaşması, komandaların belə də mühitə uyğunluğu, bu detallar önəmli rol oynayacaq. Hazırda heç bir komandanın birbaşa rəqibi bilinmir. Ona görə də konkret nəsə demək çətindir. Amma mənim fikrimcə İsveç 16-da 1 finalı uyğun, münasib təbii ki, rəqib düşəcəyi təqdirdə keçmək iqtidarındadır. Hətta deyəm, rahatlıqla keçə də bilər. Kanada isə ev sahibi kimi döyüşəcək ən azı. Yəni, bu çempionatda ümumiyyətlə 3 ev sahibi var, bir ilkdir. Məncə 3 ev sahibinin hamısı ən azı 8-də 1 finala vəsiqə qazanmaq üçün yəni dərdən qabıqdan çıxacaq. Çempionatın təşkilatı məsələlərlə bağlı danışacağıq. Oyunları bitirək, o məsələlərə də keçərik. Bu qrupda da növbəti oyunda Bosniya Qətərlə qarşılaşdı və açıq favorit mənə görə Bosniya idi. Bosniya və Hersegovina idi və Qətər 3-1 hesabı ilə məğlub etdi. Ümumiyyətlə də ədalətli bir nəticə idi ki, yəni artıq neçənci dəfə vurğulayıram. Bosniya İtaliyanın dünya çempionatından kənarlaşdırıbsa, onun qrupda qalmağı böyük bir ədalətsizlik olardı, böyük bir futbol ədalətsizliyi olardı mənə görə. Amma yaxşı oldu ki, Bosniya Qətəri 3-1 hesabı ilə məğlub elədi və demək olar ki, ən yaxşı üçüncülərdən biri olmaq ehtimalı artıq indi hazırda birinci yerdədir. Hazırda 3 qrupda qrup mərhələsində yekun vurulub. Bildiyiniz kimi 12 qrupdur. Yəni hələ bizi 3 gün daha belə 3 qrup gözləyir oyunlar. Ona görə də indidən Bosniyanın vəsiqə qazanacağını 16-da 1 finala demək və ya qazanmayacağını demək düz deyil. Çünki o yerdə qalan 9 qrupda elə nəticə qeydə alına bilər ki, hətta 4 xal yığan komandalar belə kənar qala bilər. Bəli. Ona görə Bosniyandan belə deyək, tərif yağdırmaq və ya təbrik etmək düz deyil. Belə oyun haqqında fikirləriniz, oyunu icmalına da olsa baxdınızmı?
Bosniya Qətərdən birbaşa üstün komandadır. Həm heyətinə görə, həm sərgərliyinə görə. Qətər öz keçirdiyi ev sahibliyi turnirdə 4 il əvvəlki turnirdə yəni ev sahibi kimi belə deyək, qrupdan çıxa bilməmişdisə, doğma divarlar arasında. Yəni Qətərin bu qrupda Kanada ev sahibidir və digər ikisi Avropanın orta babıdır. Nəsə eləyəcəyi inandırıcı deyildi. Yəni düşündüyüm ki, Qətər sonuncu da oldu. Sadəcə o Qətərin döyüşməsi xoşuma gəldi. İsveçrənin oyunda dediyim kimi 95-ci dəqiqədə qol vururlar. Yəni ona göstərir ki, az da olsa şans varsa, o şansdan yaxalanırlar və sonra qədər mübarizə aparırlar. Bosniyanın oyunda da Bosniya hesabı 2-0 edəndən sonra 2 erkən qol oldu, yəni ardıcıl qollar oldu. Gözləm olardı ki, Qətər ruhdan düşəcək, tam oyunu buraxacaq. Amma yəni Qətərin itirəcək bir şey yox idi. Bir xalı var idi və uçsa 4 xallan 3-cü kimi ən yaxşı 3-cü əsasda düşə bilərdi. Və məncə normal mübarizə apardılar. Sadəcə olaraq yenə də hər balda səviyyə fərqi öz sözünü dedi və nəticədə Bosniya qalib gəldi. Üçüncülüyü təmin elədi, amma play-off söhbətinə, yəni play-offda mübarizə davam etdirmə söhbəti digər 3 günün nəticələri nasıl olacaq? Bəli. Növbəti qrupda növbəti oyunlar keçirildi. Bu C qrupun oyunlarına keçirib biz. Braziliya Şotlandiya ilə qarşılaşdı. Mərakeş isə Haiti ilə qarşılaşdı. Başlayaq birinci oyundan. Braziliya 3-0 hesabı ilə qalib gəldi. Müdafiədə 2 səhv. Ümumiyyətlə Şotlandiya oyununda çox problemlər oldu. Şotlandiyanın bu dünya çempionatındakı oyunu heç düzü bəyənmədim. Haiti ilə qalib gəldilər. Birinci turda 1-0 qalib gəldilər. Oyunda belə xeyli həm fərdi, həm ümumi kollektiv xətalara yol verdilər. Sadəcə o Haiti futbolçularının biraz ustalılığı yüksək olsaydı və bəzi məncə mübahisəli epizodlar oldu, hansı ki, hakim Şotlandiyanın xeyrinə qərar verdi. Orada əks qərarlar qəbul olsaydı, Şotlandiya orada xal edilə bilərdi. Ona görə Şotlandiyanın belə deyək də, hazırki durumu mənim üçün nəticə olaraq sürpriz oldu, amma ilk iki oyuna baxdıqdan sonra onların Braziliya qarşı nəsə eləyəcəyini heç gözləmirdim. Braziliya da qrup birincisi kimi növbəti mənə daha münasib rəqib əldə eləmək baxımından Mərakeşdə bildiyiniz kimi 4 xala malik idilər və Braziliya daha yaxşı top fərqi əldə etmək, birinci yerdəki yerini top fərqinə görə qorumaq üçün bu oyunda əldə düşən imkanları düzdür, tam istifadə eləmədi. Bu futbolda, basketbol deyil bildiyimiz kimi. Amma yenə də Braziliya birbaşa üstün idi və nəticədə Şotlandiyanın fərdi səhvləri də oldu, futbolçuların müdafiəçilərin səhvi. Bu da birbaşa nəticə təsir etdi. Hətta 2 səhv oldu. Birini belə də qayda pozuntusuna görə qeydə almasalar da Vinicius ikinci golunu, Vinicius yenə də fasilə ərəfəsində ikinci golunu vurdu. Artıq ikinci hissədə isə üçüncü gollar bir növ oyunun hali həll oldu. Vinicius haqqında danışdın və məncə bu futbolçuya ümumiyyətlə haqsızlıq olur. Yəni Mbappe, Ronaldo, Messi, Kane, Haaland haqqında çox danışılır. Həm dünya mediasında, həm Azərbaycanda. Amma Vinicius haqqında çox danışılmır. Ümumiyyətlə bu futbolçuya Real Madriddə də bəzi hallarda azarkeşlər tərəfindən İspaniyada çox haqsızlıq olur. Ən çox işçiyə məruz qalan futbolçudur, zədələnir, ağlayır, haqsızlıq olur, ağlayır. Bu dünya çempionatında da ağlamasa olmazdı. Çünki adam Braziliyanı demək olar ki, Mərakeşlə oyunda əsas qolu vurdu, heç qolun vurdu. Sonra Haiti ilə görüşdə də qollardan Ardıcı 3 oyunda qol vurdu. Ardıcı 3 oyunda qol vurdu və 4-cü qolu oldu səhv eləmirəmsə. Yəni Braziliyanı tək başına aparır. Belə deyək də. Düzdür, Braziliya kompakt şəkildə. Ancelotti'nin Braziliyasında biraz ilk iki oyuna baxdıqda struktur, yəni oyun baxımından, komandanın düzülüşü, taktiki düzülüş və struktur baxımından və fərqlilik gözə dəyirdi. Komanda sanki 4-2-4 oynayırdı daha doğrusu. Bu proses Rafinha'nın zədələnməsinə qədər davam elədi. Rafinha zədələndikdən sonra artıq standart 4-3-3-ə qayıdıblar. Bournemouth'dakı Ryan artıq sağ winger oynayır və standart ortadakı üçlü, yarımdəfə üçlüyü bildiyimiz, yəni yarımdəfəsi kimi oynayır. Əvvəl paketə playmaker göstərici sağ inside oynayırdı, Rafinha çəkilirdi mərkəzə hücumçunun yanına, Vinicius soldan gəlirdi mərkəzə və ya mərkəzdə olan ikinci turda Cunha gedirdi sola. Yəni yer dəyişmələr çox olurdu, bir növ taktika itirdi ortada. Amma indi sırf Braziliyanın oyuna baxdıqda 4-3-3 aydın sezilir. Bu heyətdə məncə Vinicius əsas startdır. Ancelotti'nin ən sevdiyi taktiki sxemlərdən biridir. Bütün komandalarda demək bütün komanda 4-3 oynadıb. Yəni məncə Vinicius bu dəqiqə bu Braziliyanın əsas ulduzudur. Sadəcə o Vinicius özü biraz xarakterdə çox belə uşaq təbiətlidir. Hər şeyə biraz cığallığı da var və o cığallığına görə bir növ ona qarşı antipatiya yaranır və özünün yaratdığı, özünün səbəb olduğu yaranmış yekun nəticədə ağlayaraq reaksiya verir. Bir növ ona görə uşaq deyirəm, uşaq xarakteri. Amma yəni potensial bazarlığı çox yüksəkdir.
Yəni mən onu Braziliya çempionatında, yəni oynayanda Reala keçməmişdən izləyirdim. Palmeirasdan gəldi səhv. Çox fərqlənən futbolçudur, texniki baxımdan çox güclüdür. Yəni potensialını açsa, tam göstərə, daha doğrusu açmaq demək, tam göstərə bilsə, məncə Braziliyanı hətta yarım final və ya finala qədər daşıya bilər. Sadəcə olaraq Braziliya bu oyunu, yəni komanda oyununu, fərdlərdən asılı olmayan komanda oyunu sona qədər davam etdirməlidir. Bu qrupda ümumiyyətlə Braziliya heyətinə nəyə fikir verdim? Braziliya sanki müasir dövrün Braziliyalı futbolçularına o qədər maraq yoxdur. Düzdür, dünya ulduzları var. Neymar çıxdı, Vinicius çıxdı, indi Rodrigo zədəm gəlmir. Endriki hesab edirlər dünya ulduzu, amma heyətə baxırsan ki, məsəl üçün Bournemouthdan, nə bilim Aston Villadan, elə Braziliyanın öz liqalarından olan biz 2002 dünya çempionatını xatırlayaq. Ondan sonraki dünya çempionatında bir dənə Edmilson var idi, o Denilson var idi, üzr istəyirəm, Real Betisdən. Bizə qəribə gəlirdi ki, adətən yəni Braziliyaya Real Betisdən oyuncu düşüb də. Yəni mən elə xatırlayıram, mənim dövrümə indi sizdə 80-ların nəslisizdə sənə də qəribə gəlirdi. Bu Braziliyaya nə olub ki, yəni Braziliya futboluna nə baş verib ki, Braziliyalılar Avropanın yüksək komandalarında oynaya bilmirlər. Bunu ilk öncə qeyd edim ki, 94-cü il dünya çempionatından müntəzəm olaraq böyük turnirləri izləyirəm, futbol turnirlərini. Yəni 94-cü ildəki Braziliyanın heyəti aşağı yuxarı indi kimi idi. Yəni 3-4 futbolçunun çıxmaq şərti ilə yerdə qalanlar belə superstar sayılmırdı. Sadəcə olaraq 98 Braziliya, 2002 Braziliya və 2006 Braziliya bizə elə öyrətdi ki, sanki komandada həmişə Didası, Cafusu, Carlosu və ya Luciosu, Rivaldosu, Ronaldosu, Ronaldinhosu, Bebetosu, Romariosu bunlar deyək. Yəni həmişə bunlar olmalıdır. Təbii ki, nəsil dəyişmə prosesi gedir. Hər zaman belə bu tip starlar olmur. İndi dediyim kimi Braziliya heyətdə yenə də həmin tip starlar var. Rafinhadır, Vinicius'dur. Müdafiədə Gabriel'in özü Arsenalda, Marquinhos'dur, qapıçı özü Alisson'dur. Amma yəni belə götürsək, sırf hücum baxımından əvvəlki Braziliya deyil. Yəni Braziliya dedikdə biz jogo bonito, yəni belə sərbəst oyun, gözəl oyun fikirləşirik. Yəni bu Braziliyanın ağlı bu gəlir və o da təbii ki, hücum potensialı ilə aşılaşır. Amma hazırki Braziliyada təəssüf ki, xüsusilə də Ancelotti'nin Braziliyasında praqmatiklik var. Və məncə müasir futbolda praqmatik oynamaq daha münasibdir. Nəticə əldə etmək istəyirsənsə. Təbii ki, dünya çempionatı hamının məqsədi çempion olmaqdır. Yəni heç kim bura yaxşı oynayım, amma 8-də qalım deyə gəlmir. Ona görə də bütün komandalar play-offa çıxandan sonra maksimum dərəcədə ehtiyatlı olacaqlar. Bayaq dediyim məsələ o idi ki, Braziliya bu praqmatikliyi komanda şəklində oynamağa davam etdirsə və Vinicius da bu üzdə olan ulduz kimi bu potensialını axıra qədər, yəni bu formasını axıra qədər qoruyub saxlaya bilsə, Braziliyanın yarı finalda gözləyə bilər. Amma düzün deyim ki, aşağı favorit saymıram Braziliyanı. Nə qədər Braziliya kişi olsam da. Yəni sözlərə qoşuluram. Həqiqətən Vinicius ulduzluğu liderliyə çevirə bilsə və bütün bu haqsızlıqlara lider kimisinə gələ bilsə, həqiqətən Braziliya ən yaxşı 4 komanda içərisində məncə də düşə bilər. Amma mən düşünürəm ki, Portuqaliyanın, İspaniyanın, Fransanın olduğu bir turnirdə, hətta İngiltərənin, Argentinanın olduğu bir turnirdə bu Braziliya bir şey ki, Cunha'nın 27 yaşı var səhv eləmirəmsə, 7-ci qolun vururdu, 8-ci qolun vururdu milli komandada və çox az. Ona gedirəm ki, Braziliyada fərdi ulduz yoxdur, hücumçu yoxdur. Sağda cinatda Bournemouth oyuncusu oynayır və ortada məsələn Newcastle oyuncusu oynayır. Bir şey də var ki, o komandalar İngiltərə Premyer Liqasında yaxşı nəticələr göstərirlər, yəni ki, ona görə çağırılmalıdırlar, milliyə layiqdirlər. Yox, təbii milliyə layiqdirlər. Yəni Ancelotti'nin seçimi elə belə deyildi. Seçimlərindən yalnız bir dənə, yəni hamının məncə bu qəbul edir. Joao Pedro'nun çağırılmaması mənə çatmadı. Zenitdən futbolçu çağırdı, Igor Thiago'nu çağırdı. Amma yəni Joao Pedro məncə orada olası. Neymarla orası seçimi idi. Neymara çağırmaması məncə mümkün değildi. Çünki bütün xalqın dəstəyi Neymarın arxasındaydı. 0-dan sonra oyuna da buraxdı. Yəni nəsə elə R2 atdı da, yəni R2 kəsmə zərbə də atdı, alınmadı. Vurdu, alınmadı. Braziliya haqqında çox danışdıq və turnirin növbəti sürpriz komandalarından biri ola biləcək Mərakeş millisinin oyununa keçək. Haitini 4-2 hesab ilə məğlub etdi. Mən bir ara hesab edirdim ki, Haiti deyəsən Mərakeşi udub nəsə eləmək istəyir. Haitinin belə deyək, qapının bərk çırpması idi. Bəli. Sadəcə Mərakeş də bayaq Braziliya dedim, belə deyək, amillər Mərakeşə də aiddir. Udub, daha çox tor fərqi yaxalayıb birinci yer tutmaq istəyirlər, təbii ki. Bir halda ki, birinci turda Braziliyadan daha yaxşı oynayırdılar. Yəni bunu bir Braziliya kimi etiraf eləməliyəm.
Sadəcə Mərakeş yəni indi vuracam, rahat vuracam fikrini oynadı. Hayat isə əlinə düşən imkanları ardıcıl vurdu. İkinci qol var, çox gözəl oldu. Yəni uzaq məsafədən 9-luğa sancıldı top. Amma yəni birinci hissənin sonunda 2-2-dən sonra artıq ikinci hissədə Mərakeşin qalib gələcəyi mənə aydın idi. Təbii ki, futbol sürprizlərlə də oldu, amma yəni real yanaşsaq Mərakeş daha güclüdür Aytidən, hətta birbaş güclüdür. Və sonda məncə ədalət öz yerini tapdı. Mərakeş ikinci olmaq olsa belə növbəti mərhələyə adladı və məncə Mərakeş keçən 22-dəki dünya çempionatında nəticəsinin heç də təsadüfi olmayacağını bu dəfə də sübut edəcək. Bir çox mütəxəssislər düşünürlər ki, hətta kimi də açıqlama vermişdi, Afrikadan bir milli olacaq dünya çempionu məşhur şəxslərdən biri idi. Afrikalı komandalarının bu dünya çempionatında yaxşı çıxış etməsinin səncə səbəbi nədir? Mən düşünürəm ki, rütubətin yüksək olması, isti havaların olması. İndi gələk o nöqtəyə saat 12-də Amerika vaxtında bəzi ştatlarda saat 12-də, yəni səhər vaxtı ilə 12-də 10 keçirilir, saat 13:00-da 10 keçirilir. Günün altında demək olar ki, düzdür, orada üstü örtülü stadionlardır və kondisioner sistemləri var, havalandırmaları çox yaxşıdır, amma istidir də, yəni hər şey çox yaxşı olsa da istidir. Bu havanın isti olmağının, rütubətin yüksək olmağının Afrika komandalarına təsiri varmı? Təbii ki, belə deyək, birbaşa təsir olmasa da, dolayı təsirlər təbii ki var. Komandanın uyğunlaşdığı mühitdə başqa ölkədə olsa belə oynaması ona bir avantaj sağlayır. Yəni üstünlük yaradır. Bu halda yəni hansı ki təmsil etməsindən asılı olmayaraq komanda özünü öyrəşdiyi mühitdə oynayanda özünü daha rahat hiss eləyir. Afrika komandalarının, millilərinin nəticələrini mən belə böyük sürpriz saymıram. Niyə saymıram? Yəni çünki son bir də Seneqalın nəticəsi pisdir də, yəni 0. Seneqal da yəni qrupun iki əsas favoriti Norveçlə Fransa ilə oynayıb. Yəni Fransa ilə çox yaxşı oynadılar birinci hissədə, ikinci hissədə artıq səviyyə fərqi göstərdi özünü. Norveçlə də demək olar başa-baş oynadılar. Hətta qol duellosu idi. Sadəcə Norveç daha çox vurdu. 0 xalı olsa da hazırdakı 0 xalı olsa da ən yaxşı 8-yə düşüb. Yəni 3-cü yerlər özdə. Bəli. Mən bayaq dediyim kimi bu üçüncü yerlər bir əsərin nisbi söhbətdir. Bu qrup oyunları ən azı belə deyim. Yəni son 2 qrup qalana qədər. 3 xalı olub, 3 xal qazana bilərdən bu. Bəli, bəli. Ən yaxşı 8-lərin içərisinə düşə biləcək tək-tük komandalardan biridir mənə. Yəni birinci 12 topla uduzub, ikinci 11 topla uduzub. Yəni 3 topdadır. Sonuncu onu bildiyimiz kimi İraqla oynayacaqlar. 4-5 nə? Yəni vursalar real danışsaq Seneqal güclüdür. Bəli. Amma yəni Haitinin Mərakeşlə oyunda Haitinin Mərakeşin başlanğıc yazarsa ola bilər hə. Yəni bunlarla birbaşa orada Seneqal 4 dənə 5 dənə vaza demək biraz çətindir. Amma məncə Seneqal 3 xal topləsə belə keçməyə potensial olan və keçmə ehtimalı yüksək olan millidir. Bəli. Qaydaq bu məsələyə biz yarı zarafat, yarı ciddi bir sual verəcəm. Saat 12-də oyunların keçirilməsi səhər radiolarında da artıq PFL-in də əlinə bir müsbət bir mənada yaxşı mənada kozur verdimi? Yəni bəzi hallarda deyirlər saat 14:00 ya oyun salırsınız, 15:00 ya oyun salırsınız həftə sonları. Bunu növbəti gec saatlara salın. Bunu da misal göstərmək olarmı? Dünya çempionatında saat 12-də oyun salırdılar. Belə deyim, dünya çempionatında bəzi məcburiyyətlər var. Yəni bir oyun bitir, həmin o bitmiş oyundan o bir oyuna qədər arada 1 saat fasilə olur. Yəni bu standart qorunmaqla oyunlar keçirilir. Təbii ki, dünya çempionatında tək Amerikanı nəzərə almırlar, bütün dünyanı nəzərə alırlar. Ona görə saat fərqi yaranır. Yəni məsəl üçün bizim üçün səhər 5-də 6-da olan oyun Amerikada axşam oyunlarıdır. Axşam saat 6. Onlar Amerikanlar üçün uyğundur, bizim üçün uyğun deyil. Yəni bunu bir növ müqayisə etmək məncə düz deyil, amma PFL nümayəndəsi olaraq onu deyə bilərəm ki, biz ümumiyyətlə oyunların saatlarını açıqlayarkən bütün detallara, bütün amilləri nəzər edib, yəni hamısını diqqətdən keçirib, analiz edib qərar veririk. Bizim əsasnaməmizlə tənzimlənir hər şey, yəni istəyərək keyflə qərar verilmir. Əsasnamədə oyunun yəni erkən başlama saatı göstərilməyib, son başlama saatı, yəni gün olacaq, ən gec başlama saatı 21:30-dur. Biz bu prinsipə əməl edirik. Maksimum çalışdığımız qədər komandaların hamısının belə münasib şəraitdə, yəni çox isti olmadan və ya hava soyuyandan sonra və ya işıq projektor altında oynamasına çalışırıq. Ancaq bəzən elə olur ki, komandalar 5-i bir stadionda oynayır. Bəli, bəli. Birinci liqada yəni 6-sı oynayır. Premier liqada günə 2 oyun canlı yayımlanan bilir. Yəni bu kimi amillər, yəni necə Amerikada məcbur olub bu formaya keçirirlərsə, biz də zaten məcbur olduğumuz anlarda o yola əl atırıq. Amma belə mən əminəm ki,
daha çox auditoriyanın əldə edilməsi, daha çox tamaşaçının futbol izləməsi üçün qeyri-iş saatlarında oyun salınması daha münasibdir. Amma dediyim kimi bəzən məcburiyyətlər səni bu çərçivədən çıxmağa məcbur edir. İnşallah ki, bizim də nə vaxtsa stadionlarımız ABŞ-dakı kimi olar. İnşallah. Onda da hər şeyi tam mükəmməl şəkildə təşkil edərsiniz. İnşallah bizim millimizdə dünya çempionatına çıxar. Amin. Əsas odur. Keçək sensasiya nəticəyə B qrupunun oyunlarına keçirik. Cənubi Afrika Respublikası Cənubi Koreyanı 1-0 hesabla məğlub etdi və sensasional nəticədir. Mənə görə belədir. Çünki Cənubi Koreyada ən azı 8-ə 1-ə qədər getməsi gözlənilən komandalardan biri idi, amma indi 3 xalları var. CAR ikinci olaraq qrupdan çıxdı. Koreyanın birinci Çexyanın oyununa baxmışdım. Orada Çexiya bir növ millilərin Stoke City variantı oynayırdı. Out Uglaboy, out gün zərbəsi. Yəni başqa yaratdığı bir təhlükə, ciddi vəziyyət yox idi. Koreya çox yaxşı oynamışdı. Koreya ikinci oyunda da normal oynadı Meksikaya qarşı, ev sahibinə qarşı. Amma qapıçının bir səhvi məğlubiyyətə gətirib çıxardı. Mən bu oyunda düzü Koreyadan qələbə qazanacağını və ikinci kimi davam edəcəyini gözləyirdim. Yəni mənim üçün Cənubi Afrikanın qələbəsi xoş sürpriz oldu. Çünki bu tip sürprizlər çempionata rəng qatır. Yəni düzdür, Koreya heyət baxımından oyunçuların oynadığı turnirlər, yəni liqalar, klublar baxımından Afrikadan daha güclüdür. Cənubi Afrika ilk turdakı o Meksika oyununa baxdıqda məncə qrupun ən sönük komandası idi. Amma ikinci, üçüncü turda tam bunun əksini göstərdilər. Bundan qabaqki oyunda Çexların oyunda sona yaxın hesabı bərabərləşdirdilər penalla. Bu dəfə sona yaxın bəlkə qələbə qoluna vura bilərdilər. Bu dəfə sona yaxın yəni qələbə qolunu vurdular. Yəni komanda döyüşür və bu döyüşdüyünün nəticəsini əldə etdi. Amma düşünmürəm ki, çox uzağa gedə biləcəklər. Təbii ki, yəni bu komanda öz ölkəsində, yəni Cənubi Afrikada keçən turnirdə qrupda qalmışdı. Yəni öz azarkeşlərin önündə normaldır. Düzdür, biraz nəsil dəyişib, fərqli heyətdir. İndi sadəcə münasib şərait yarandı və istifadə etdilər. Bəli, istifadə etdilər. Bəlkə də 48 komanda dünya çempionatının ən xoş hadisələr bunlardır ki, məsələn, potensial olan, hətta özlərinin dünya çempionu olacaq dediyi Türkiyə millisi qrupda qalır. Mən müqayisə etsək bəlkə bu dəqiqə Cənubi Afrika Respublikası Türkiyə millisindən oyunçuların potensial, fərdi potensialına görə Türkiyədən zəifdir. Təbii ki, zəifdir. Aydın məsələ. Yəni bunun müzakirəsidir. Çoxsu qəbul edir. Amma yəni gəldi Türkiyə Avstraliyaya və Paragvaya məğlub oldu. Amma Cənubi Afrika Respublikası Türkiyə bir növ o turnirdən qabaq belə dırnaqarası yanma deyirlərdi ona. Özlərinə çox inandılar. Sanki 2002 yarım final, üçüncülük hamı onu deyirdi. Tarkandan təzə klip istəyirdilər. Yəni bir növ hamı o... Səhv eləmirəmsə 25 müğənni, yəni əgər YouTuberlərdə bəzən müğənni edirlər, onlar əsasında 25-30 arası musiqi ilə məşğul olan şəxs mahnı yazdı. Yəni deyirəm də bütün komanda elə bir sanki bir növ artıq oradadır. Yəni özlərini orada istəyirdilər. Amma yəni bu meydana kənarda o düşüncələr, görünüş, vizyon başqadır, meydana sərgilənən oyun başqadır. Türkiyə pis oynamadı, yəni o heç kim onu pis oynadı deyəməz. Sadəcə o hücumçusu oynaması mənə çatmadı. Montella 2 oyunda Kərəmi mərkəz hücumçusu kimi oynatdı. Yəni bu alınmır. Amma maraqlıdır ki, dünya çempionatından öncəki 2 yoldaşlıq oyununda Dəniz Gül oynadırdı. Yəni niyə o qərarı verdi? Niyə təzədən yenidən o seçmə mərhələdəki struktura qayıtdı? Mənə o çatmadı. Yəqin ki, düşünüb ki, qalib komandanı, bura gətirib çıxardan komandanın heyəti elə burada da oynadaq. Bir də Türkiyə jurnalistlərdən biri, hansı ki, belə deyək də, federasiyaya işləyən jurnalistlər, yaxınlığı bilinən jurnalistlərdən biri, hətta dünya çempionatındaydı. Belə bir açıqlama verdi ki, Montella federasiya rəhbəri ilə danışıqda deyib ki, hücumçuların heç birinin oyununu bəyənmirəm. Mərkəz hücumçularının çağırmaq məcburiyyətindəyəm, nəsə ola bilər. Dəniz Gülün oyununu ümumiyyətlə bəyənmir. Mənə dəvşirmədir də, yəni ki, türkləşdirilmiş, milliləşdirilmiş bir hücumçu var, Afrika kökənli, onu milliləşdirmək lazımdır. Böyük ehtimal Burak Yılmazdan sonra da normal hücumçumuz yoxdur. Cenk Tosunu belə bəyənməyib. Cenk Tosun keçən dəfə YouTube kanallarının birində danışırdı ki, federasiya mənə dedi ki, federasiya səni
Montella Avropa çempionatına aparmaq istəməyib Cenkosunu. Federasiya deyib ki, mən bunu aparmayacağam çünki o ehtiyatda otursa belə problem yaradacaq. Federasiya nümayəndələri də gəliblər Cenkosuna deyiblər ki, Montella səni aparmaq istəmir. Sən gedirsən ki, mən orada qab da yuyaram, nə bilim, qardaşlıq, böyük qardaşlıq eləyərəm. Amma xahiş edirəm məni aparın, mən sizin sözdən çıxmayacağam. Cenkos'un da gedib belə deyib, hansısa oyunda çıxdı, 3-1, 3-cü qolu Cenkos'un vurdu. Yəni yadımdan çıxıb hansı oyunda 2-1 idi hesab, rəqib üstəlirdi. Montella Cenkos'unu saldı, elə belə bax taparsan, Cenkos'un getdi 3-1-dir. Belə hadisələr olur. Yəni Cenkos'unu belə bəyənməyib də. Yəni Türkiyəndə bir problem də var. Gəldi o söhbətə danışaq. Sən futbolu biz belə deyək də, yəni ciddi bir iş kimi bilirik də. Yəni həm özümüz işləyirik orada, həm də ki mən indiyə qədər görməmişəm ki, komanda kapitanları belə deyək də əyləncə xarakterli məsələlərə vaxt ayırsınlar. Məsələn, Türkiyə millisində Hakan Çalhanoğlu'nun kapitan kimi bir ciddiyyəti yoxdur. Yəni YouTube işi ilə məşğul olanları qınamıram, amma bunlar TikTok'a video çəkib, nə bilim, oynadıkları yerdə akımlar deyirlər, onlara qoşulurlar. Bir şey ki, yəni kapitan necə olmalıdır? Biz Puyolu kapitan görmüşük də, yəni kimlər var ya kapitan deyəndə belə əsməcə tutur da adamı ki, o kapitan da, yəni uzağa getmə Rəşad Sadıqov da, kapitan, ondan qabaq Qurban Qurbanov, ondan qabaq başqaları, yəni sırf Azərbaycan futboluna, bəlkə də mental olaraq fərqli düşüncədə insanlara olsun Avropalı, olsun Amerikalı kapitanlarda, məsəl üçün Sol Campbell'la Taylor Henry'nin məsələsi var. Orada da kapitanlar məsələyə müdaxilə ediblər. Gücün qoyular. Manchester United Roy Keane olub. Yəni Roy Keane var idi, Giggs var idi, ondan qabaq Neville olub. Kapitan deyəndə adama belə yəni o tipdə adamlar gəldi. Amma Hakan Çalhanoğlu kimi YouTube-da, nə bilim, TikTok-da like yığmaqdan ötürü, hype yığmaqdan ötürü videolar çəkib biraz qeyri-ciddi bir kapitanlıq elədi. Ona görə o da problem oldu. Yəni bütün günü belə deyil. Yəni sırf problem məncə ondan qaynaqlandığını düşünürəm. Təbii ki, amma yəni o da bir təsir. Bəli, o amillərdə yəni komandada bir növ sözü keçən liderin olmaması o da müəyyən dərəcədə təsir edir. Elə xırda bir haşiyə çıxacağam. Hamımız Argentin oyunu qoyan qurağa komandanın Messi ətrafında necə birləşdirilir. Messi meydana çıxmaq, turnirdə zürürlər, hamı gözləyir Messi gəlsin. Bununla bağlı videolar var sosial şəbəkələrdə. Messi gəlir, bir çarə hamı dalınca. Yəni haqsızlıq elədim Messiyə, çox üzrəm. Həqiqətən mən özüm onu demədim çünki Messiyə haqsızlıq elədim. Yəni çox fantastik. Ronaldodan daha yaxşı kapitandır Messi sözün əsl mənasında həqiqətən. Yəni Ronaldo bəlkə futbolçular Messidən yaxşıdır, orası da var, amma kapitan olaraq Messi qayıdım Hakan Çalhanoğlu'na, məsələn Bülent Korkmaz, Hakan Şükür kimi kapitanları görmüş adamlarıq da biz, yəni o eləyə bilmir. Daha acı bir Sabri belə bəlkə şeydən daha yaxşı kapitan idi Qalatasarayda, Hakan Çalhanoğlu'dan. Qayıdaq öz oyunlarımıza, ancaq nəticələrdən danışandan veriş biraz kəsməyə kadrlar olmur da. Meksika Çexiyanı 3-0 hesabı ilə məğlub etdi. 9-da 9 elədi Meksika. Meksika oyuncusu baxmamışam. Amma yəni Meksika qrupun əşraf favoriti idi. Məncə Koreya ilə müəyyən qədər rəqabət Koreyalılara müqavimət göstərə bilərdi. Koreyanı da uddular ikinci turda. Artıq 2 turdan sonra növbəti mərhələyə qrup lideri kimi vəsiqə təmin edən 4 komandadan biri idi Meksika. Mən hətta gözləyirdim ki, o oyunda Çexlər nəsə sürpriz edər, 3-cü yer yolunda iddiasını ortaya qoyar. Amma Meksika göstərdi ki, yəni hətta yarı ehtiyat, yarı əsas oyun qrupu ilə oynasa belə Çexlərdən daha güclüdür və məncə yəni 3-0 hesabı özəl şey deyil. Dünən Afvan əməkdaşı Mehman Əşrafov idi bizə qonaq. Bu qrupun oyunların müzakirəsində, təhlilində orada bir fikir səsləndirdim ki, bu qrupda 2 sensasiya ola bilər, qrup çevrilə bilər də. Yəni Çexiya ilə Afrikadır. Bəli, Çexiya ilə Afrikadır. Meksika yəni yola verir oyunu və 3-ü çıxır, Cənubi Koreya qalır. Aşağı yuxarı Cənubi Koreyanın qalıb qalmadığını bəlli deyil, 3-cü oldu. Amma yəni Cənubi Afrikanın sensasiyası gəldi. Çexiyada olsaydı, yəni mən də həqiqətən fikirləşirdim ki, Çexiya, yəni Çexiya deyəndə yəni Çexoslovakiya futbolu, elə Pavel Nedveddir, Kollerli Çexiya bir futbol ənənəsi var da, nəsə edə bilərdilər, amma alınmadı. Bu mundialın ən zəif komandası. Yəni bu Çexiya o Çexiya deyil. Yəni Çexiyanın 2004-dəki komandasını xatırlayıram. Kollerli, Nedvedli dediyi kimi. Rasiskili. Yəni çox fərq var. Yəni müdafiə xəttindən qapıçısına tutmuş, hücum xəttinə qədər. Özün yadından çıxdı. O deyildi. Yəni adı Çexiyadır, amma adı odur, dadı o deyil.
Belə oyunlar başa çatdı. Biz bugünkü oyunlarda müzakirə etməliyik, qısa təhlillər etməliyik. Ekvador Almaniya ilə qarşılaşacaq. Ekvadorun da az da olsa şansı var, amma inanmıram ki, Almaniya bu qarşılaşmada qələbəni İndi Ekvador məsələ odur ki, Almaniya bu dəqiqə bayaq Meksika ilə bağlı dediyimiz vəziyyətdədir. 2 oyuna təmin edib birinci yeri. Almaniya üçün orada hansısa qeydə alınması önəmli deyil. Ekvador üçün isə o nəticə mütləq önəmlidir. Davam etmək üçün qələbə qazanmalıdırlar. Mən düşünürəm ki, Almaniya Amma məncə Almaniya hər bir halda yəni ağırlığını ortaya qoyub qələbə qazanacaq. Nagelsmann ehtiyatda qalan futbolçu var. Deniz Undab mütəmadi olaraq şeydən çıxır, ehtiyatdan çıxır. Təbii Almaniya orada 56 dəqiqə oynayıb 4 qol. Onda bu dəqiqə ən əsas jokerdir çempionatın. Hər iki oyuna çıxıb qol pas, yəni ardıcıl 2 oyuna qol pas. Dünya çempionatları tarixində birinci. Ona görə demək sözüm oydu ki, Almaniya heyət dəyişəcək, yəni rotasiya gedəcəksə belə bütün oyunçular dəyişib yerinə tam yeni 11-li buraxan deyil məncə Nagelsmann. Sadəcə o yeniləri müəyyən zaman kəsilə bir-birini əvəzləməklə və ya yeniləri oyuna buraxıb onları sona qədər saxlayıb, yəni start heyətinin yəni özəyi olanları oyunun gedişinə əvəzləməklə müəyyən rotasiya edəcək. Çünki dünya çempionatının ab-havası başqadır. Futbolçuları real iş başında görmək yoldaşlıq oyunlarından fərqli olaraq tam başqadır. Amma Ekvador da yəni ən yaxşı 4-cü, 3-cü olmaqdan ötürü, yəni Ekvador mütləq qalib gəlməlidir. Özü də böyük top fərqi olmalıdır ki, ən azı belə deyim, öncəki 2 oyundakı nəticələri müəyyən dərəcədə unutura bilsin. Top fərqində plusa keçə bilsin. Bəli. Curaçao ilə fil dişi oynayacaq. Əslində kağız üzərində əsas favorit fil dişi sahillərdir. Onlar da üçüncülər sırasında olmur. Belə baxanda əslində Almaniya Ekvadoru udsa fil dişi sahillər ikinci olaraq qrup Məncə fil dişi sahillə Curaçao udacaq. Yəni fil dişi sahili üçün Curaçao udmaq məncə çətin olmamalıdır. Düzdür, Curaçao birinci oyunda Almaniya qarşı oyunda qol vurdu birinci hissədə. Yəni xoş sürpriz oldu. Mən həmişə belə cırtdan komandaların nəsə başdan yuxarı tullamasına tərəfdar olmuşam. Çempionata rəng qatır deyərəm. Amma Real danışıq Cote d'Ivoire ondan güclüdür. Cote d'Ivoire hətta Almaniya ilə demək olar başa-baş oynadı. Düzdür, müdafiədən oynadı. Amma öz potensialını bildiyinə görə demək olar başa-baş oynadı. Nəticəyə oynadı. Sadəcə son dəqiqələrdə hesabı qoruya bilmədilər bir-biri və onda vurub, qol vurub Almaniya qələbə gətirdi. Və hamı silmişdi Cote d'Ivoire. Yəni qrup ikincisi olaraq favorit bizə demək olar ki, 20-ci verişimizi çəkirik. Müzakirə eləyəndə daha çox Ekvadoru verirdi. Mən Ekvadorla Cote d'Ivoire tam bərabər səviyyəli komanda hesab edirəm. Yəni biri-birinə ciddi üstünlüyü yoxdur. Məncə oyuna baxanlar da birinci aralarındakı oyuna baxanlar təsdiq edə bilər. Yəni həmin oyunda hər iki komanda qol vura bilərdi. Bəli. Bir qol həll elədi 95-ci dəqiqə, axıra yaxın 90-cı dəqiqələrə yaxın Diallo vurdu. Amma Ekvadorun da oyunun əvvəlində bir neçə epizod oldu. Top hətta 2 dəfə tirə dəydi. Bəli. Yəni məncə orada belə deyək də oyun qola qədər idi. Pəs 3 qol 90-cı dəqiqədə vuruldu. Ona görə də yəni davam gətirə bilmədilər. Curaçao millisi ümumiyyətlə Niderland 2-dir və paltar dəyişmə otaqlarında Niderland bayrağı filan var da. Yəni əslində belə normalda bizim Naxçıvandır demək olar ki. Curaçao Surinam kimi bir şeydir də belə deyək. Hə, Surinam normalda muxtar respublikadır. Yox, yəni Hollandiyadan asılı olublar vaxtilə. İndiyə qədər BMT müstəqilliyini tanımır, amma FIFA tanıyır. Curaçao'nu BMT Niderlandın müstəmləkəsi, Niderland krallığının tərkibi və muxtar respublikası kimi tanıyır. Yenə deyirəm, bizim Naxçıvan kimi. Çünki Azərbaycan torpağıdır, amma ayrıdır da, yəni ayrı xəritədən ayrıdır. Və bu komandanın mən sürpriz eləmək ehtimalı olduğunu düşünürəm. Yəni böyük bir sensasiya olar da fil dişi sahillərini məğlub etsalar. Hə, utsalar, yəni ola bilər. Yəni təbii ki, futbol deyil, yəni futbolda heç nə istisna eləmək, belə şey olmayacaq. Karyeranı necə? Mən inanmırdım Karyeranı. Cənubi Karyeranı necə oldusa 1-0 belə yəni udub. Sadəcə yəni komandanın futbolçuların real potensialını nəzərə alsaq, fantastik olar da. Yəni qiymətləri qalxacaq oyunçuların dəyişəcək. Məncə fil dişi birbaş güclüdür. Bəli, təbii ki, güclüdür. Keçək elə Niderlanddan danışaq. Tunis Niderlandla qarşılaşacaq. Tunisin şansları yoxdur səhv eləmirəmsə. Yəni 3 xal olsa Tunis artıq mübarizəni dayandırır. Bəli, dayandırır. Tunis üçün heç bir önəm yoxdur. Hollandiyadır, İsveçdir və Yaponiyadır. 1-2-3-də belə deyək. İlk üçü təmin edib. Sadəcə olaraq heç kim üçüncü yer tutmaq istəmir. Təbii ki, şansını axırı saxlamaq istəmir. Ona görə də əsas favorit Niderlanddır yəni. Məncə Niderland Tunislə oynayacağına görə ən azı və 4 xalı var. Orada qazanacaq bir xal Hollandiya növbəti mərhələyə çıxarır.
Amma düşünürəm ki, Hollandiya turnistin oyunda qrup liderini təmin etməyə çalışacaq. Bunun üçün də top fərqi, daha çox top vurmaq zəruri olacaq. Bir şərtdə ki, digər oyunda Yaponiya komandası uçsun. Yəni xallar bərabər olsa Hollandiya top fərqi lazım olacaq. Bu səbəbdən məncə oyun bol qol olacaq Hollandiyanın oyunu. İsveçli oyunu isə məncə qarşılıq qol olacaq. Çünki hər iki tərəf hər iki oyunda göstərib ki, vura da bilir, buraxa da bilir. Bəli. Yəni oturun müdafiədə 0-0, 1-0 saxlayım. Yəni belə Cənubi Afrikanın oyuna baxdıqda ya bundan qabaq kim idi 0-0 saxladı axıra qədər? Portuqaliya ilə Kongo Demokratik Yəni hissənin İspaniya ilə Capo Verde. Capo Verde oynadı. Yəni bu tip məncə oyun oynamırlar. Yəni komandaların oyun anlayışı bu deyil. Ümumiyyətlə mən Niderland oyununda İsveçin 5 top buraxmağı mənə biraz qəribə gəldi. Ya Hollandiya açıq futbol oynayırlar deyə bəlkə də Hollandiya ümumiyyətlə açıq futbol oynayanda hər şey ola bilər. İspaniyanı 5 vurmuşdular. Yəni yəqin ki, heç bir adamda Van Persie'nin tərəfkərlə vurduğu oyun. Bəli. Yəni Hollandiya elə bir komandadır. Açıq oynayıb uza da bilər. Amma Hollandiya da komandakı Rusiyada məğlub ola bilər. Ona görə açıq olur. Rusiyada məğlub ola Bir bilər. növ Hollandiya futbolçuların potensiali yüksək olan, amma bir növ gəlib istədiyi nəticəni əldə etməyən komandadır. Bəli. Yəni ona görə də hətta yarımfinal dəqiqədə gəlib çıxa bilər. Amma yəni xırda bir səhv və komandanın bütün buracan çəkdiyi əziyyəti yox eləyə bilər. Mən düşünürəm ki, Yaponiya İsveç oyunu heç-də bitəcək. Yəni çünki heç-də birin ikinci edir, birin üçüncünü təmin etdirir. Sırf nəticənin təmin olması baxımından o oyunda heç-dən qeydə alınması, yəni 4 xal hər halda 99% təminat deməkdir. İsveçdə səhv eləmirəmsə 0-dır. Yəni İsveç qələbə sayı, xal sayı, top sayı. İsveç 5 budur, 5 budur. Bəli, 0-dır. 0-dır və 0-0-1-1-də yəni İsveçin ilk 8-liyə 4 xalla ilk 8-yə düşməyin. Yəni məncə də İsveç uduzmamağa çalışacaq. Ən azı 4 xaldan növbəti mərhələyə təmin. Amma yəni əks hücumda hücum potensialı İsveçin Yaponiyadan hücum potensialı çox güclüdür. Gökereş, İshak, Ayar çox fantastik. Mənim kəşfimdir yəni. Mənim yox, ümumiyyətlə turnirin kəşfidir. Yəni bu sezon, yəni dünya çempionatında bu çıxırdı. Yəni bu 2 həftə keçmə təxmini. Bəli. Çox yaxşı oynayır. 2 oyuna baxmışam. Yəni demək olar komandanın üzdə olmayan ulduzudur. Bəli. Bu qrupda 2 dənə qeyri-adi situasiya var. Birincisi o tanınmış riyaziyyatçı, nə bilim, ekspert deyək, nə bilim, öncə görücü deyək. Dünya çempionunun Niderland olacağını deyib, ardıcıl ki, dünya çempionatının qalibini təxmin edib, riyazi hesablarla bütün oyunların nəticələri, qrup filan nə bilim nə. İndi əslində mən o məsələni araşdıracağam. Görəsən, yəni play-off'un oyunlara başlayanda, çünki bütün nəticələri zaten əvvəlcədən yazıb da, yəni. Bəlkə onun yazdığı nəticələrdə müəyyən belə deyək də, yazdığından tərs bir nəticə gəlib. Görəsən var, başqa komanda düşüb. Görəsən var. Yox, son 2 dünya çempionatının konkret olaraq riyaziyyatçıdır. Nöqtə və nöqtəsinə kimi təxmin edib. Hesabları yox, filan komanda qələbə qazanacaq, filan komanda mərhələni keçəcək və 2018-i də 22-ni də təxmin edib, ikisi də doğru çıxıb. İndi 26-da deyib ki, Niderlandla Portuqaliya finalda oynayacaq və Niderland dünya çempionu olacaq. Portuqaliya məğlub olacaq. Belə bir qəribə bir situasiya var. Varmı o potensial Niderlandda oyun baxımından? Dediyim kimi, məncə normal hücumçusu yoxdur məsələn. Məncə Niderland yəni kiməsə çempion ola bilməyəcək demək biraz çətindir. Ağır belə komanda belə yük qoymaq. Yox, sadəcə potensialı varmı? Sadəcə məncə yəni digər komandalara baxanda favoritlərə. Mənim bu dəqiqə favoritim, əsas favoritlərim İspaniyadır, Fransadır. Onun dalınca qoşulur Portuqaliyadır, Braziliyadır, Argentinadır. Braziliyanı da tam olaraq deyirəm, yarı-yarıya. İngiltərəni də qatmaq olar yəni. Mən İngiltərəni eləməm, çünki düzdür. Bu məşqçi ilə tam fərqli oynayırlar. Xorvatiya oyunda gördük. Amma İngiltərədə həmişə yəni gəlib baxır, Tofiq Məmmədov yoxdur da belə deyək. Bəli. Tofiq Məmmədov olsa nəsə bir kömək eləyərdi. 2 veriş bundan qabaq Gəray idi. İndi onu hələm sosial paylaşmışıq YouTube-da, amma o bir hissə var, paylaşacağam bu gün. Yəni o Gəray Qiyasov bildirdi ki, Kəpəzin mətbuat katibi, düşünürəm ki, 1966-cı ildəki mundial təşkilatı ilə mən də dərhal bildirdim ki, yəni Tofiq Məmmədovumuz yoxdur. Almaniya İngiltərə oyunu düşünür ki, final olacaq bu mövsüm. Görək nə olur. Qəribə situasiyalardan biri də, yəni ki, Yaponiyanın oyunu müzakirəsində hər dəfə deyirəm, Yaponiya Futbol Federasiyasının prezidenti turnirin başlamasına az müddət qalmış, çıxıb açıqlama verib ki, biz bu mundialda dünya çempionu olacağıq. Və olmalıyıq. Yaponların məncə bir növ futbolçuları necə deyim? Bu harika idi də, yəni özləri üçün. Yəni, belə bir açıqlama verməklə artıq
bütün diqqətləri. Onsuz da aydın məsələdir ki, o biz dünya çempionu, hər dünya çempionatdan dünya çempionu olmur. Ona qalsa 48 hamısıya biz dünya çempionu olacağıq. Türkiyədə Amma prezident də demişdi ki, biz olacağıq. yəni nəticə tam fərqli olur. Sadəcə məncə o komandaya bir stimul verməkdir ki, yəni biz ən yüksək səviyyədə seyranırıq. O verilişdə də demişdim, indi də deyirəm. Məncə o federasiyanın mundialı keçirmək arzusu var idi, futbol federasiyasının və Yaponiyanın. Bəli, maraqlı təklif. Yaponiya və Braziliya üzr istəyirəm. Yaponiya bu üçlü qalmışdı finalda, belə deyək də. Bu üçlü qalib oldu. Məncə Yaponiya verməsi, sözü kəsəm üzrsə, Yaponiya verməsi heç inandırıcı deyil. 24 il əvvəl keçirilib orada. Yəni təzədən oraya Yaponiya verilməsi. Bunlar çox fantastik bir layihə təklif etmişlər və bütün dünya çempionatını bütün dünyada keçirəcək. Necə? Məsələn, Bakı Olimpiya stadionunda azarkeşlər stadiona gəlir. Biz süni intellekt vasitəsilə oyunu orada izləyirik. Elə bir ki, oyunu həqiqətən orada izləyirsən. Belə bir layihə var idi və bu layihə FIFA tərəfindən qəbul olunmadı. Yəni finalda ABŞ, Meksika, Kanada, Yaponiya qarşı qalmışdı və FIFA qəbul eləmədi. Bilməm, bəlkə o yeni dünyaya hələ biz bütün insanlar hazır deyil, bəlkə ondan da çəkindilər. Bəlkə də bunun acığına elə belə bir açıqlama verib ki, siz bizə dünya çempionatını vermirsiniz, biz kubok əlimizdən alarıq da. Yəni o da ola bilər. Ehtimal var. Ehtimal da var amma əslində. Yəni ki, hər şeyə ehtimal var. Yəni ola bilsin isti başla deyil bir şeydir, amma soyuq başla tərəfində görəcək ki, biz tələsib elə. Mənim üçün maraqsızdır bu oyun, amma Paragvay və Avstraliya üçün futbol tam dərindən sevənlər üçün maraqlıdır. Təbii ki, mən də sevirəm futbolu, amma yəni Paragvay və Avstraliya oyununa baxmaram da, yəni. Düzün deyim, bax, o qrupda Türkiyə 4-cüyə təmin edib. Yəni 3 olmayacaq. ABŞ 1-ciyə təmin edib. Yəni ABŞ da 2-ci olmayacaq. Yəni o oyun ümumiyyətlə məncə heç bir turnirin baxımından maraqlı yoxdur. Paragvay ilə də Avstraliya ikisi də Amerika uduzub, Türkiyə udublar. Yəni oyunda heç-heçə hər iki komandanın ikinci, üçüncü kimi, yəni mövqeyini asılı olmayaq da belə deyək, növbəti mərhələyə çıxarır. 0-0 qurtaracaq oyundur da, yəni bu. Yəni orada məncə bir ara yadva düşürsə, İtaliyanın qrupda saxlamaq üçün İsveçrə Danimarka 2 eləmişdi. Bəli. Yəni o heç kim sübut eləmədi, amma hamı bilirdi ki, o 2-2 hər ikisi səhv edir və o 2-2 getdilər. And içərəm, amma sübut edir. Aysə o formada. Eyni halda məncə həmin oyunda olacaq. 0-0. Yəni heç-heçə Allah xeyir versin bu formada. FIFA'nın tətbiq etdiyi bu qaydada bunu etməyə razı oldu. Niyə özümü yorumda ikimiz də çıxırıq da, yəni. Hətta yəni mövcud reqlament heç-heçə təqdirində 4 xal yığmağa icazə verir. Qapıya bir dənə və 4 xala yığan komanda, yəni 3-cü arasında onun ilk 8-ə düşməsi ehtimalı hətta deyərdim 80%-dən çoxdur. Bəli. Yəni o heç kim təbii ki, oyaq qalıb oyunlara baxmaz. Mən şəxsən baxmayacağam, açıq etiraf edirəm. Səhər olacaq oyunlarda və ondan sonra artıq növbəti günün rejimini qurmaq çətin olur. Adam konkret həmin günü yəni istirahat günü olsun, həmin günü yəni artıq tam başqa rejimdə yaşayırsan. Elə bil ki, bir növ Amerikadasından sadəcə Azərbaycanda yaşayırsan. Bəli. Keçək əslində vacib oyun hesab eləmək olardı, amma nəticələr pis oldu deyə biraz maraqsız oyun olur, amma qapını bərk çırpıb getməyin. Mən düşünürəm ki, nəsə eləyəcəklər, arada uzaqdan zaddan vuracaq, nə bilim də belə. Yox, Türkiyənin ilk 2 oyuna baxanda 60-dan çox qapıya zərbə olub. Bəli. Nəyə lazımdır o? Sadəcə olaraq o zərbələrin effektivliyi yoxdur. Yəni klubunda əsas rollarda olan Ardasıdır, Hakanıdır. Yəni əsas bu ikiyə böyük var idi, Kənan Yıldızıdır. Yəni heç özlərə bənzəmirlər. Yəni mən düşünürəm ki, Amerika qarşı qol vuracaqlar. Yəni yenə 0 qalmayacaqlar. Amma yəni bu artıq o Fora demiş bu Qatarın dalınca baxma. Yəni Qatar gedib. Sən Türkiyə həqiqətən sən də deməli Türkiyə millisi əvvəlcədən haşır-maşır deyirlər də oldu ki, biz ən yaxşı halda 3-cü olaraq təzədən Federasiya prezidenti dünya çempionatına qatıldığına görə villalar söz verdi. Futbolçular özləri Mərit Demiral hər şeyin yaxşı, biz qardaşıq, dostluq göstərməsi üçün YouTube kanalı açdı, YouTube'da verilişlər verdi. Türkiyəli mütəxəssislər, Nihat Kafetçisi olsun, digər mütəxəssislər YouTube'da Batuhan olsun, hamısı da yəni düşünürdülər ki, bu generasiya, bu nəsil tam başqadırlar. Onda heç bizim 2002-də heç bizim Real Madriddə oynayan, bizim Juventus'da oynayan, bizim Inter'də oynayan futbolçularımız yox idi. Biz getdik dünya üçüncüsü olduq. Amma orada əzmkarlıq var idi. O komandanın ruhu var idi. Ruhu var idi. Bu komandanın da var idi. Dostluq, ruh bəlkə də var. Amma o əzmkarlıq yoxdur. Məncə ruh o baxma dedim. Yəni komanda yetişmir. Yəni
Bax, Sildi. 2002-ci ildəki futbolçuları götürək heyəti. Hakan Şükürə tutmuş, həm Arifinə qədər və ya Hasan Şaşına qədər, sağdakı müdafiəçi Ümid Davalasına qədər, həm Büləntinə qədər, Rüştü qapıçı Rüştüyə qədər, solda Hakan Ünsala qədər. Yəni ortada Okan var idi, Əmrə var idi, Baştürk var idi. Bəli. Yəni komanda bir növ hər tərəfli bir-birinə belə kip birləşmişdi və elə oynayırdılar. Və Qalatasaray da UEFA kubokunu var. Həmin ildə Türkiyə futbolunda bəli. Yəni Qalatasaray 2000-də qazandı, ardınca gəldi 2002. İndi isə Türk klub futbolundan danışırıq. Yəni tənəzzülə olur. Belə də ancaq səs-küydür və puldur. Və puldur. Nisbətən Qalatasaray müəyyən dərəcədə Çempionlar Liqasında bizləri sevindirici çıxışı ilə. 8-də 1-ə çıxmağı, yəni son illərə görə yaxşı nəticə idi, amma yəni əvvəlki o büdcə ilə, o heyətlə daha irəli getdi. Digər klublara baxanda ancaq yenə deyim, səs-küylü seçkilər, transferlər, nəticə heç nə. Yəni ona görə də mən bu dünya çempionatında Türkiyə komandasında əsasən əcnəbi, yəni xaricdə oynayan, legioner həyatı yaşayan futbolçularından nəsə gözləyirdim. Ola ki, dediyim kimi də, yəni nə Hakanı, nə Ardası, nə Kənanı düşündüm, heç 20%-ni göstərmədi. Yəni mən yenə o fikrə qayıdıram, komandada normal kapitan olmadı olacaq. Düz komandanın kapitanlığı sanki İbrahim Hacı Osmanoğlu edir. Federasiyanın prezidenti ağır abilik də belə düşdən bir terminləri var. Sual veriblər ki, istifa verəcəksiniz. Deyir, niyə istifa verməliyik ki? Bu uşaqların, bəlkə də məntiqli açıqlamadır. Bu uşaqların hələm 19-20 yaşları var. Biz bunlardan gələn böyük bir işlər görəcəyik. C-dən A-ya gəlmişik Millətlər Liqasında. Bəlkə də indi inanır, bəlkə də, amma Türkiyə belə deyək də, ictimaiyyəti, futbol ictimaiyyəti narazıdır. Hamısı istifa tələb edir, həm Montella'nın göndərməsini istəyirlər, həm də federasiya prezidentinin. Bu heyət bu komandanın əlində yanmamalıdır deyə Məncə belə bir bəlkə də standart şablon fikir olacaq. Türkiyəyə bu yığmaya terim kimi məşqçi lazım idi. O taktik yox, bu söhbətlə. Yəni burada yəni orada Montella'nın hansısa taktikanı nəsə izah eləməsən, bu Türkiyəni nəsə belə deyək də, yəni biz də türküyük, müəyyən dərəcədə birlikdə nədir söhbət? Qanımız qaynayır. Yəni o komandanı qışqırbağıyla idarələmək daha yaxşı olardı məncə. Belə mən bir status yazmışdım. Montella'dansa Ayxan Abbasov daha yaxşı məşqçidir. 11 ilə 3 zərbəsi vurasan heç nə olmaya. Bir də Vaqif Sadıqovun taktikasından istifadə edərdi. Hərdən yəni ki, qapıya zərbə olardı. 11 3 zərbəsinin bir dənəsini qapıya, bir dənəsində ofsayta düşdülər. 2 zərbəsindən ofsayta düşdülər. Bir dənəsində cərimə oldu. Qayda pozuntusu oldu. Mən Avstraliya ilə bir epizod yadımdadır. Mən Paragvay oyunu deyirəm. Deməli, Avstraliyanın müdafiəçiləri adi adım yoxdur. 1.95 metr boyu var. Kərəmlə mübarizə. Yəni 195 sm. Kərəmlə mübarizə var. Yəni komanda yorulmadan ora hava ötürmələri edirdi. Bəs mən ona gəlirəm. Fatih Terim də YouTube kanalında deyir ki, Avstraliya ilə oyunda da danışır, Paragvay ilə oyunda da danışır. Deyir, əgər müdafiəyə qapanırlarsa komandalar və sən o cərimə meydançasına asmalar edirsənsə, bu sənin zəif olduğunu göstərir. Vur Kənan, vur Arda, vur Hakan. Sən dünyanın ən güclü uzaqdan zərbə vuran futbolçularından birisən Hakan. Bir dənə zərbə vurmur. Bir dənə zərbə vurdu Paragvayla oyunda, cəhd elədilər, qayıtdı. Yox, 2 dəfə cəhd elədi, amma müdafiəçilərdən qayıtdı. Çünki komanda adaptasiya olub ancaq asma verməyə. Bir çoxları düşünür ki, Arda özünü qoruyur, çox zədələnməsin, Real Madriddə yerini itirməsin deyə. Çünki yeni baş məşqçilər Mourinho Fenerbahçedə işləyəndə o qədər oynatmırdı Mourinhonu. Fenerbahçedə işləyənə getdi də Mourinho. Yəni Mourinhonun Fenerbahçedəki o dövrlə, həmin dövrdəki Arda ilə indiki Arda arasında çox fərq var. Çox fərq var. Dəhşət. Onu əsas götürüb Türkiyə mediasında yəni danışırlar, bizə qulaq asırıq. Mən uzun illər futbol psixologiyası işləmişəm. Yəni oradan belə bir təcrübə əldə etmirəm ki, Türkiyə mediası ilə inanmaq lazım deyil. Mütləq şəkildə. İndi hələ bu futbolçular olublar. Demək olar ki, bütün futbolçular yəni YouTube kanalı açıb konkret medianı zəbt ediblər də və əslində bu yaxşı da bir situasiyadır. Bəlkə bəzi hallarda taktika filan izah eləmək lazım olur. Məşqçilər daha yaxşı bilir də futbolçular. Amma Sərcan Yalçın da yenidən qayıtdı və qayıtdı ki, mənim köhnə komanda yoldaşlarım nə futbolu bacarırlar, nə də jurnalistikanı bacarırlar, düzgün bir təhlil edə bilmirdilər. Elvin çox sağ ol, vaxt aydın. Yəni maraqlı, bu qədər güldüyüm bir veriliş olmamışdı. Çox sağ ol ki, həqiqətən maraqlı bir veriliş alındı. Təşəkkür edirəm gəldiyin üçün. Buyurun, təbii ki, təşəkkür edirəm. Dəyməz borcumuzdur.
Bizə ayrılan vaxt başa çatdı. Sağ olun, salamat qalın. Gəlin görüşlərdə görüşmək üzrə.